Bugün özünə iş tapa bilməyən adam heç olmasa minimum əmək haqqı səviyyəsində əmək haqqı alsın, evinə çörək pul aparsın. Ona da bunlar göz tikiblər. Yəni gözləri doymur. Bu bir xəstəlikdir. Və bu xəstəliyin müalicəsi artıq işə salınıb. Mən bir neçə dəfə xəbərdarlıq eləmişəm. Açıq demişəm ki, əgər əyri yoldan düz yola dönməsəniz, sonunuz pis olacaq. Cəza tədbirləri tətbiq olunacaq. Xoşa gəlməz hallara, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə amansız olacaq. Bəziləri hesab edirdi ki, bu onlara aid deyil. Bəziləri hesab edirdi ki, onlar qanundan üstündür. Yaxud da ki, hesab edirdilər ki, kimsə onlara köməklik göstərəcək. Onların havadarları, onlara uzun illər ərzində dəstək verən şəxslər.